burada çox idi də. Bizi orada şeydən var, Sirlər Xəzinəsindən, həm Xosrov və Şirindən ayrı-ayrı yerlərdə şeylər var. Deyir, Nizami, yetər bu şöhrət qazanmaq. Qocaldın, gəncliyi daha gəl vuraq. Bu, Sirlər Xəzinəsində deyil, Sirlər Xəzinəsinin cavan vaxtı yazıqdır. Axırda yazır, o qoca vaxtı deyil, deyir ki, heyhat, qoca ya cavan, kitabın o son sözüdür. Deyir, heyhat, qoca ya cavan, had alsınlar seyrinə, quru şöhrətdən savay nə düşəcəkdir mənə. Bizim söz bazarının alışverişi durğun, qızğın hayharayı var, qızılı yoxdur onun. Gəncə mənim yaxamdan möhkəm yapışıb hələ, İraq xəzinələri yoxsa düşərdi hələ. Bir səs gəldi cahandan, ey qul, yetər əyləncə. Axı kimdir Nizami? Axı hardadır Gəncə? Tanrıma min şükür ki, yazım vaxtında bitdi, ömrüm sona yetməmiş, bu kitab sona yetdi. Başdan ayağa dəyək bəzəmək üçün onu incilərə qərq etdi Nizami Ağdonunu. Könül bu pak incini ona çatdır, ona sun, gövhəri gövhər saçan şaha armağan olsun. O Allah'a münacatla başladı. Bütün 5 poemanın hamısı Allah'a münacatla başladı. Mən birincini dedim də Sirlər Xəzinəsində, sonra hamısında poemadır. İntihası Sirlər Xəzinəsində bir də Məhəmməd Peyğəmbərə sallallahu aleyhi və səlləmə ona da gözəlləmə var. O da çox gözəldir. O da yadımdan yəqin ki çıxmaz, yadımdan çıxmayır. Çıxmaz, deyir. Abdullah müəllimə onu neçə dəfə təkrar onu burada dedim. Spam buradayım. Sən işmirsən, qoy görüm əvvəlindən bir başlanğıc üçün qoy görüm bir şey götürmək lazımdır. Deyir, gərək bir şey götürüm. Özel pəncəsini deyir. Allah'a münacatdan sonra Allah'a münacat gəlir, Allah'a mət eləyir də, bəyək də mən dedim də o işləri. Mət eləyəndən sonra deyir ki, əzəl pəncəsi ilə döyüşməmiş mən, əzəl pəncəsi ilə döyüşməmiş mən, rüzgarın cilovu çıxmamış əldən, sən mənə rəhm edib yol göstər yenə, Peyğəmbər qəbrinin ziyarətinə. Onun oldu birinci peyğəmbərlik bayrağı. Yox, turuncun da dünyada öz adəti dabı var. Öncə meyvə gətirər, sonra çiçək gül bahar. Onun oldu birinci peyğəmbərlik bayrağı. Son peyğəmbər olmağın şərafəti, novrağı. Təhsili olmasa da o çox yüksəkdir, inan. Əlif ilə Adəmdən, mim ilə Məsihadan. Sədaqətdə, vəfada əlif gördülər onu. Peyğəmbərliyin başı, Peyğəmbərliyin sonu. Cahana baş əyməyən kamil kişi olsa da, öyünməkdən, kibirdən uzaq gəzdi dünyada. Eşidəndə ki gəlir, dönür meyraçdan geri. Yedəklədi boz atı, sənət süvariləri. Atının yəhərindən yapışmaq saadəti. Nizaminin qisməti, gec yetişdi növbəti. Yəni Peyğəmbərin meyracını əvvəldən də yazanlar olub. Mən o sənət süvariləri onu deyir ki, mən gec də olsa, mən gec başladım deyir. Atının yəhərindən yapışmaq saadəti, Nizaminin qisməti, gec yetişdi növbəti. Ocağının hökmüdarı, Peyğəmbər gecə yarı, mərşəl tutub nurlatdı dipsiz qaranlıqları. 9 fələ yapardı ona ənginliklərə. Mərşəl tutan oldular yolunda aylə zöhrə. Keşiş dəkən bələhlər izlədilər yolunu, çəkilib kəcavədə təhsə qoydular onu. O gəlib çatınca uzaq mənzilə, gördü bağlanmışdır yol Cəbrailə. Ayaq gedib gəlməyi həvalə etdi başa, qəlbin gözünə gördü ilahi bir tamaşa. Aşıqliyi elə bir gözünə işıq verdi, görünməyən Tanrını aşıq gözü ilə gördü. Lakin onu görməyin zamanı, məkanı yox. Zamandan və məkandan çünki çox uzadır, çox. Həzrət Peyğəmbər onu başqa ölçü ilə gördü. İdrak, zəka gücü ilə. Zəka gücü ilə, idrak, ürək gücü ilə, zəka gücü ilə gördü. Haqqın hazırladığı meydan işdi Peyğəmbər. Bizim də qəlbimizə damızdırdı bir qədər.
O Tanrının lütfünü nəfəsində sanırdı. Tanrı çəkir nazını, o isə nazlanırdı. Şəkər təbəssüm ilə süslənib dodaqları dua etdi Tanrıya. Bizə nicat ver, barı. Ey sözü dilimizin duzu, qəndi Peyğəmbər. Canımıza dərmandır saçdığın ətirəmbər. Səxavətin nurlatsın bu dünyanın gözünü. Nizamiyə yardım et, tamamlasın sözünü. Ey Mədinə köyləkli, Məkkə pərdəli gözəl. Güneş nə vaxtda kölgədə qalacaq, gəl. Durma Ərəb çölündə, Əcəm yurduna atılan. Gecə o qara, gündüz az köhlənlə qanatlan. Elə tazələndir ki, sən bu köhnə dünyanı. Tutsun səsin, nəfəsin, qoy hər iki cahanı. Sultanlıq et, əmrlər səni sultan biliblər. Özün oxu xütbəni, sükut etsin xətiblər. Çək ipini təxtindən indir asudələri. Bulaşıq abidlərdən təmizlə bu minbəri. Gəlib evə soxulan bu cinləri qovla qır. At ölüm quyusuna alçaqları amandır. Başçı sənsən. Bəs nə üçün başsız qalıbdı karvan? Mərkəz sənsən, bəs nə üçün bayraq qalxır kənardan? Bir yanda rəxnə salır, bir yanda tor vururlar. Dinimizi gözündən, ürəyindən vururlar. Sən şeytanın üstünə Öməri göndər ya da əmr et, əli vurursun bu vuruş meydanında. 559 il uyudun, yatdın, yetər. Oyanıb məclisə gəl, yaxındır olu günlər. Barmağının üzü ilə işarə qıl fələyə. Bütün varlıq verilər sənə sovqat, hədiyyə. Bir də tükəsi olsa sənin məğrur başından, mübarək səslərin pərişan olar cahan. Böyük Məhəmmədə 100 min afərin, xilqət torpağıdır, buna ol əmin. Belə-belə hissə mən